Əvvəlcədən hayküylü səsi gələn Həddən Artıq Uyğunluq filminin nəhayət ki, özü də gəlib çıxdı. Bu həftə Nizami Kino Mərkəzində ekran işinin izdihamlı nümayişi baş tutdu. Həddən artıq uyğun olan və ya olmayan nədir? Bax, bunu indi biləcəyik. Bir saat ərzində özüm sən bileti alacağım. Mike, əgər qulaq as, gecikirəm, getməliyəm. Necə? Hara getməliyəm? Nizami Kino Mərkəzində bu dəfə çoxdandır gözlənilən Həddən Artıq Uyğunluq filmi nümayiş etdirildi. Ekran işinin qalı gecəsində mədəniyyət və şou dünyasının tanınmış simaları, filmin yaradıcı və aktyor heyəti iştirak edirdi. Filmin rejissoru Ülviyə Könül Həddən Artıq Uyğunluq filminin yeni il öncəsi izləyicilərə hədiyyə olduğunu və bəyəniləcəyini söylədi. Düşünürəm ki, bu film tamaşaçıları əyləndirmək üçün və tamaşaçılara istirahət üçün yaranıb. Və mən çox istərdim ki, yeni il qabağı bu biz tərəfdən tamaşaçılara bir hədiyyə töhfə olsun və çox inanıram ki, tamaşaçılar bunu bəyənəcək. Sizin aranızda ailəm yox. Ekran əsərinin başrol ifaçısı Tural Əsədov kameramız önünə keçib filmin çəkilişləri zamanı məkan və vaxt fərqləri, müəyyən çətinliklər olsa da işlərinin öhdəsindən gəldiyini söylədi. Çəkilişlər oldu Bakıda, New Yorkda və Qusarda. Hava fərqliliyi var idi, vaxt fərqliliyi var idi, jetlag deyilən bir şey var idi. Amma biz düşünürəm ki, bunun öhdəsindən gələ bildik. Nə qədər uğurlu alındığını deyə bilmərəm, siz tamaşaçılar bunu deyə biləcəksiniz. Filmin digər başrol ifaçısı Aydan Axundzadə isə ekran əsərinə baxanların peşman olmayacaqlarını vurğuladı. Tamaşaçıların zövqü üçün çalışmışıq. Ona görə də çox ümid eləyirəm ilk növbədə ki, tamaşaçılar kinoteatrlara gələndə, bilet alanda və zalda oturduqları vaxtı məyus olmayacaqlar diqqətlərinə görə. Yəni, onların zövqünə xələl gələcək bir şey olmayacaq orada. Mən əminəm ki, razı qalacaq. Sən idin mənə dəyən varlıları puluna görə yox, onları zəngin eləyən keyfiyyətlərinə görə sevirlər. Film izləmək, yaradıcı heyətə dəstək olmaq üçün gələn məşhurlar da onların işini yüksək qiymətləndirdilər. Mənim yaxşı yadımdadır ki, bu kino çəkiləndə onlar Amerika yola düşəndə biz bir yerdə aeroportda rastlaşdıq və mən onların həyəcanını gördüm. Düşünürəm ki, hər şey ürəyincə olacaq və bu günləri çox zövqlü bir kino gözləyirik inşallah. Aydan xanımı, sonra Tural bəyi təbrik edirəm. Ümumiyyətcə, bütün zəhmət keçən aktyorları təbrik edirəm. Bugün gəlməyimdə də odur ki, onları çox sevirəm və onlara çox inanıram. Ülviyə Könül çox istedadlı rejissorumuz. Mənim dostlarım şəkildə Tural Əsədov və digər aktyorlar. Çox müsbət, indi filmin 15 dəqiqəsini izləmişik, çıxmışıq, kiçicik intervyu verimsə və artıq müsbət enerjini aldım. Düşünürəm ki, elə də davam edəcək filmin sonuna qədər. Biz də sonda yaradıcı və aktyor heyətinə uğurlarının bol olmasını arz edirik.